Olsun özelliğine göre 70 gram qarğıdalı yağı, sırf qarğıdalı yağı, başka yağı olmaz. Əlavə eləmək olmaz başka yağına. Tava tam isindikdən sonra 4 ədəd sarımsağı, körpədən keçirdiyim sarımsağı əlavə edirik. Tam qızarmır. Qızarmamaq şərti ilə. Belə reseptlərin gəlməyi istəyirsinizsə dostlar, Fəxri Şefin kanalına abunə olub takip etməyi unutmayın. Dostlar, bax bu vəziyyətə gəldikdən sonra unumuzu əlavə edirik. Çox qızarmamaq şərti ilə, qızartmırıq çox. Unumuzu əlavə edirik. 2 qaşıq unumuzu, çay qaşığından 2 qaşıq unumuzu, 2 qaşıq böyük qaşığından tomatımızı əlavə edirik. Un təmiz açılandan sonra. Tomatımızı da qarışdırırıq inşallah. Tomatımız qoyulduqdan sonra soyuq suyu, isti su olmaz. Soyuq suyu tökürük, qarışdırırıq. Əlavə edirik. Əlavə edirik ki, qaynasın. Dostlar, suyumuzu da əlavə elədik, inşallah qaynayır. Siz bu resepti şefimizdən istədiniz. Mən özümə borc bildim ki, sizə hazırlayın. Şefimizin kanalında paylaşaq. Bu bizim inşallah bütün balıqlarda istifadə edirik, toyuqlarda istifadə edirik, hündüşkalarda istifadə edirik. Yəni mən özümə borc bildim ki, mən bunu sizin üçün hazırlayın, görsədim. Bir qaşıq kəkikimizi əlavə edirik, qarışdırırıq. Bir çay qaşığı pul biber. Duz, 2 qaşıq. Bir çay qaşığı da tasyoq, şəkər tozu. Bunu əlavə edirik ki, uzun müddətli qalsın, saxlasın. Dostlar, baxın bu vəziyyətdə qaynamalıdır bu. Bu vəziyyətə gəlir, tam hazırdır. Soyandan sonra qoyuruq.